Salam aleyküm. Demək tempera kombimizin istifadə qaydasını izah edəcəm sizə indi burada. Demək bir ədəd ekrandır. Bu düymələrin hamısında funksiyaları göstərir. Birbaşa birinci düymə, yəni bu atopleniya olan plusla dərəcə artır atopleniyanın istiliyi. Minusla azalır, yəni evin istiliyi buradadır. Bu düymə yayğış rejimidir. Burada sıxırıq, yəni rejimlər dəyişir ekranda. Burada görəcəksiniz. Zontik yay rejimidir, ancaq isti su işləyir. Bir dəfə də sıxırıq olur qış rejimi, həm atopleniya, həm isti su işləyir. Bu düymə söndürüb yandıran düymədir. Bir dəfə sıxırıq sönür, ümumilikdə kombi. Bir dəfə sıxırıq yanır. Bu reset düyməsidir. Qazımız gəlib kəsilərsə, ekranda aşıqqa verirsə, gəlirsiniz reset edirsiniz. Yəni bu düyməni sıxırsınız, təkrar işə düşür, işləyir. Bu düymə isti suyun dərəcəsidir. Yəni krant duş burada olacaq. Plusla dərəcə artır, minusla azalır. Burada elə bir dərəcə qoyuruq ki, krantdan soyuq su qatmayaq. 42-dən 45-ə qədər. Həftədə bir dəfə 10 gündə bir bura manometrə baxırıq, 1,5 olmalıdır. Əgər aşağı düşərsə, burada krantımız var, qara. Bunu açırıq, bu istiqamətə açırıq, bu qalxır. 1 ilə 2-nin ortasına gətiririk, sağa tərəf bağlayırıq. Bu qədər xeyirli olsun.